çörəyin qiyməti günü-gündən qalxır, un məmulatların qalxır, yumurta qalxır, həm çox şey qalxır da. Ət məhsulları günü-gündən qalxır. Ət bahalaşıbdır, yağ bahalaşıbdır, şəkər tozu bahalaşıbdır. Büdcəyə çox təsir eləyir. Həddindən artıq təsir edir. 220 manat pensiya alıram, 220 manatla gəlir. Əti alcınan, qəndi alcınan, bu yağı alcınan. Yağın kilo 30-40 manatdan aşağı deyil. Yediş haqqından tutmuş, ərzaq qiymətlərinə qədər hamısı artıq. Deyim ki, çox yüksək dərəcədə deyil, amma məsələn şit yağdır, məsələn ətdir, sonra da gündəlik tələbat mallarıdır, hamısı artıq. Cüzi də olsa artıq da, ərəsində 10 qəpik, 20 qəpik, 1 manat, 2 manat hiss eləyirik də onlar. Hanım 100 manatla qabaq girirdim mağazinə, 2 dənə sumka ilə çıxırdım. İndi gir 100 manatla mağazinə, valla bir sumkanın yarısını götürə bilmirsin. Və 5 dənə, 6 dənə uşağı olan analar neynəsin, atalar neynəsin?